Değerli şagirdler, abituriyentler, izleyiciler, bu dersimizde Anar'ın Keçən ilin son gecəsi piyesindən danışacağıq. Deyim ki, ədəbiyyatımızda gözəl əsərlərdən biri, xüsusilə orta məktəbdə keçirilməsi həqiqətən çox məqsədə uyğun olan əsərlərdən biridir. Yəni, bu əsər haqqında sevə-sevə danışa bilərəm. Çünki çox həyatidir. Sovet dövründə yazılmış olsa da, Sovet ideologiyasının təbliğatı duyulmayan, gerçəkdən həyatı obrazlı şəkildə əks etdirən bir əsərdir. Yəni, gerçək bədii əsər. Demək ki, cəmi 2 pərdədən ibarətdir bu əsər. Əsər dekabr ayının 31 günü cəryan edir. Hadisələr əsəri dekabrın 31 günü cəryan edir. Bir ailənin timsalındadır, bir ailənin bir neçə saatlıq günü, həyatı əks olunur, amma burada çox böyük mətləblərə toxunulur. Əvvəlcə əsərdəki obrazlardan tanış olaq. Həmidə xala var, ailənin başçısıdır, həyat yoldaşı Qəzənfər 11 il qabaq dünyasını dəyişib. Böyük qızı Gülarədir, 25 yaşındadır. Gülarə Ərdədir, Süleyman adlı bir həyat yoldaşı var və 5 yaşında Vaqif adında bir övladları var. Böyük oğlu Rüstəmdir, 23 yaşındadır, o nişanlıdır, Kamil adlı bir qıza nişanlıdır. Kiçik qızı Dilarə 17 yaşındadır, yaxşı səsi var. Belə məlum olur ki, sonra əsərdə Həmidə xalanın da yaxşı səsi olub, amma sənətinin dalı ilə getməyib. Övladlarını baxıb böyüdür. İndi onun istedadının, onun bacarığının davamçısı istedadlı qızı Dilarədir. O yaxşı ifa edir və yaxşı da səsi var. Son 5 oğul Tofiqdir, orta məktəbdə oxuyur, 15 yaşında. Gülarədən başqa bütün ailə Həmidə xala ilə yaşayır. Yəni, Gülarə köçüb gedib, amma Rüstəm, Dilarə, Tofiq anası ilə yaşayır. Əsərdə sonra Çingizlə Şamil obrazlarını görürük. Onlar Tofiqlə yeni il axşamını keçirməyə gəliblər. Sonra Leyla adlı Dilarənin rəfiqəsini görürük. O, arada gəlib Dilarəni evdən çağırıb aparır. Kamiləni görmürük. Sonra Səkinə xalanı görürük əsərin əvvəlində. Qonşudur, aş çəkmək üçün yekə boşda olan Bulud. Həmidə xalan Buludu ondadır. Həmidə xala Buludunu ondan istəyir. O Buludu gətirəndə biz bəzi məsələlər, onların arasında olan söhbətdən, bəzi məsələlərdən tanış oluruq. Bəzi məsələləri bilmiş oluruq. Bir də Eynəkli kişi var. Əsəri də çox az müddətdə görünsə də, amma əsərin ideyasının açılmasında həyata baxışın, toqquşan iki baxışın müdafiəçisindən biridir. Adı Paştalyon Bəşirdir. Birinci pərdədə əsər belə başlayır ki, Həmidə xala balkondan Səkinə xaladan, yəni Səkinə xala ondan balaca 45-46 yaşlarında bir qonşu qadındır. Ondan Bulud istəyir. Uşaqların yeni ildə yeni il evdə qarşılayacağı da buradan məlum olur. Demək, başqa vaxtları Səkinə xalanın uşaqları, Həmidə xalanın uşaqları hənəsi bir yerdə olardı. Amma bu dəfə nədənsə hamı evdə. Tofiq, Şamil, Çingiz Zinlent yazıları ilə bağlı irad və zarafatlarını dinləyirik. Onlar lentləri qoyurlar, səsləndirirlər, biri deyir, bu nədir, köhnədən qalıb falan. Bu arada lentin birini səsləndirəndə Bülbül sənsiz oxuyur, tez Həmidə xala gəlir, o lenti bunlardan alır. Biz sonra biləcəyik ki, burada Qəzənfərin, rəhmətli ərinin səsi var. Sonra Rüstəm evdədir, amma nəsə özünü narahat hiss edir, deyir ki, ana, mənim başım ağrıyıb, gedib yatırım. Bu yerdə, bu məqamda deyim ki, Dilarə ilə tez-tez bu uşaqların Tofiqin mübahisəsi olur. Dilarə səsdən, küydən narazılığını bildirir. Niyə? Məsələn, telefonla danışır, zəng gəlir, amma telefonla başında nə deyildiyini eşidə bilmir. Özündən balaca qardaşına acığı tutur. Bir elə bir ki, bura dəlixanadır. Heç bir zəng eləyən də səsi küyü gördü, telefonu söndürdü. Rüstəm də yatandan sonra Səkinə xala bura gəlir, yatmaq istədiyini deyəndən sonra. Səkinə xala Buludu verəndə bunlar başlayırlar keçmiş xatirələri xatırlamağa. Bunda bizə məlum olur ki, Qəzənfər bəs neftçi olubdur. Özü də yeyib, içən, deyib, külən, qonaq qaralı adam olubdur.
Həmişə bu evdə şadlıq, şadyanalıq olubdur. Və eyni zamanda biz görürük ki, Həmidə xalanın da səsi olubdur, oxuya bilərmiş, amma Qəzənfər qısqancı olduğu üçün qadını artist kimi səhnəyə çıxmasını istəməyib. Burada bizim xalqın mentalına xas bir xüsusiyyət də öz əksini tapıb ki, indinin özündə də artıq da bu məsələ çox zəifləyibdir. Kişilər qadınlarının işləməsini, xüsusilə səhnəyə çıxaraq işləməsini istəmirlər. Amma daha bu məsələ azalır. Bu söhbət 50-ci illərdən gedir, o vaxtlar ki, ciddi şəkildə mühafizəkarlıq var idi. Sonra da rəhmətə getdiyi üçün Həmidə xanım onsuz da bu 4 övladı var idi, onları baxıb böyütmək elə özü böyük bir qoçaqlıq idi, iş idi. Amma bu söhbət məqamında biz onu da görürük ki, Dilarənin yaxşı səsi var, konservatoriyada oxuyur və onun parlaq bir gələcəyi olacağı, yəni müğənni üçün parlaq bir gələcəyi olacağına inam hissi var. Sonra Dilarənin biz darıxdığını, Dilarənin zəng gözlədiyini hiss edirik. O tez-tez soruşur ki, bir zəng eləyən olmayıb ki, biz sonradan biləcəyik ki, niyə Dilarə ikinci pərdədə belə narahat imiş. Sonra bu Tofiq, Şamil, Çingiz getmək qərarına gəlirlər. Çünki Vaqifdən danışırlar. Məlum o ki, Vaqifgilin evində heç kəs yoxdur. Ona görə də onlar anasıyla sağollaşır. Tofiq deyir ki, ana biz gedirik Vaqifgildə qeyd eləməyə. Çünki burada bacısı var idi, o bir qardaşı yatmışdı. Hər halda belə düşünürlər ki, bunlar üçün yaxşı ortam, asudə, rahat ortam deyil. İkinci pərdədə biz görürük, Rüstəm yatıbdır, biz zaten Rüstəmi görə bilmirik. Dilarə pianoda çalıb oxuyur özü üçün. Elə bu məqamda qapı döyülür. Dilarə dediyim kimi səksəkədədir, o nəsə gözləyir, tez yürür, qapını açır. Görür ki, bacısı Gülarə və yeznəsi bacısının yoldaşı Süleyman gəliblər. Onların məqsədi budur ki, Vaqifi burada qoyub gedərlər. Süleymanın müdiri onları yeni ili bir yerdə keçirməyə dəvət edibdir. Bunu da böyük bir lütf hesab edibdir Süleyman. Zaten həyatda belədir. Yəni müdür bir işçisinlə yeni il keçirmək istəyirsə, bu müdür üçün, işçi üçün böyük bir lütf hesab olunar. Onlar yeni ili bircə keçirməyə gedirlər. Hələ burada biraz ləngidikləri üçün Süleymanın çox darıxdığını görürük. Məlum olur ki, hətta burada bir məqam var ki, Gülarə uşağı yalnız anasına qoya bilər. Hətta Süleymanın da anasına tapşırmaq olardı, amma qadın belə düşünür ki, anam daha saxlasa daha yaxşı olar, əminamanlıqda, uşaq əminamanlıqda olar. Yəni, bu da bir bizdə qadınların öz övladlarını, qaynanalarına etibar edə bilməməsinin. Qısqanclıqdanmı deyim, yoxsa nədənsə adətən öz analarına etibar edirlər. Bu da bizim bir mentalitetimiz ki, yazısı buna da toxunub keçib. Ki, qızlar öz övladlarını öz analarına etibar edirlər. Süleyman da darıxır, tezcə Gülarə axır ki, Vaqifi yatırır, onlar da çıxıb gedirlər. Əslində istəyirdi ki, Həmidə xala Rüstəmi durulsun, Süleyman biraz otursunlar, amma deyir ki, oturmaq üçün başqa vaxt gələrik. Ondan sonra deməli evdə qalır. Qalıbdır Rüstəm, Vaqif, bir də Həmidə xala. Həmidə xala Rüstəmi oyadır. Rüstəmi oyatmaqda bir qəsdi var. Çünki yeni il axşamıdır, normalda bu nişanlı oğlan yeni ili nişanlısından keçirsə yaxşı olar. Amma ana bilir ki, bu qızla oğlanın nəsə münasibətləri korlanıb, küsüşüblər. İndi oğlunu durğuzur, məcbur edir ki, nişanlısına zəng eləsin, onunla bayramlaşsın. Rüstəm, belə deyək, biraz könülsüz kimi, bəs əslində həm də ürəyindən də, anası məcbur eləyəndə eləmir ki, o daha rahat zəng eləyə bilir. Tini düşsə deyəcək ki, anam məcbur elədi, zəng elədi. Yəni, əsərin xoşa gələn tərəf odur ki, hamı ürəyindən nə isə keçir ki, onu eləsin. Bu yerdə bir məsələ yadımdan çıxıbdır. Süleyman burada olanda, Süleyman Gülarə burada olanda, bizim bu Dilarənin rəfiqəsi Leyla gəlir. Leyla deyir ki, bəs tez elə hazırlan, direktor deyir ki, Dilarəsiz tədbir olmaz. Deməli, Dilarə çox sevinir, ya söz oradan qeyd edir. Amma sevincini bastıraraq deyir ki, hə, nə oldu, kimsə iştirak eləməyib, mən onun yerinə
iştirak eləməyə mi çağırırsınız? Amma Leyla deyir ki, yox, elə deyil. Direktor biləndə ki, sən proqramda yoxsan, çox hissəndir, Azada acığı tutdu və məni göndərdi ki, harda varsa gedib səni tapım. Dilarə naz eləmək istəyir, tez anası məsələyə qarışır və burada bir zarafatlıq, ironik zarafatlar olur ki, biz də deyirik, niyə bu qızın qaşı qabağı açılmır. Heç demək, bu proqramda yox imiş, qara qızın dərdi varmış. Ana qızını xahiş edir, tələb edir, dur, direktor çağırırsa getmək lazım. Zaten Dilarə səhərdən onu gözləyir ki, məni mütləq ki, çağıracaqlar. Belə məlum olur ki, orada Bədii Dərnəyin rəhbəri Azad adlı olan var, o həm də sinif nümayəndəsidir. Onunla nə isə Dilarənin münasibətlərində problem var. Bəlkə də bu problem şirin bir problemdir. Bəlkə də bunların bir-birindən xoşu gəlir. Yəni, bəlkə başqa bir məsələdir. Dilarəni ona görə proqrama salmır. Ona görə də direktor Azada da açıqlanıb, hətta onların arasının dəyməsinin, aralarında keçən məsələni az qalmışdı ki, Şamilə danışsın, Dilarə gəlir, çıxır, acıqlanır, qoymur danışmağa və bunlar ikisi də çıxıb gedirlər. Ondan sonra ana Rüstəmi oyadır, məcbur edir ki, o nişanlısı Kamiləyə zəng eləsin. O da Kamiləyə zəng eləyən kimi, zaten hər iki tərəf bir-birinə zəng eləmək istəyir, heç kəs özünü sındıramırdı. Onların da münasibəti düzəlir, Kamilə Rüstəmi yeni ili bir yerdə keçirməyə dəvət edir. Anası da deyir ki, abala get, Rüstəmi zaten deyirim, istədiyin yarını yetirdi Pərverdigar. İstədiyi zaten bu idi. Rüstəm də hazırlanıb gedəndə bir dənə ayılır ki, bəs anası evdə tək qalır. Gerçəkdən Rüstəm deyir ki, ana yox, mən getməyim. Mən bilmirdim sən evdə təksən, çünki o yatanda hamı evdə idi, hamı bu günü yeni ili bir yerdə keçirəcəklər, amma ana, bir əsl ana kimi deyir ki, yox oğul, sən get. Mən onsuz da axşamdan yatacağım. Hələ burada Rüstəm də təsdiqləyəndə təzədən ana yenə sözünü çörü deyir, abala, Qəzənfər olanda, amma burada səhərə kimi deyib gülmək, vur çatlasın, yemək, içmək, şənlənmək olar. Yəni, mən indi təkəm deyə yıxılıb, yatacağam. Hətta deyir ki, gələndə qapını bərk döy ki, oyada biləsən. Yəni, oğlunu əmin eləyir ki, mən tez yatacam, sən çıx get. Bəli, gedir. Rüstəm də bu məqamda qapı döyülür. Burada bir şey deyim ki, Həmidə ana söz ki, istəyir ki, balaları yanında olsun, həmişə evi şen olsun. Amma heç bir övladının da arzusuna, istəyinə qarşı durmur, istəyir ki, övladları harda rahatdır, xoşdur, gününü orada keçirsin. Xüsusilə bayramı da orada keçirsin. Amma hamı gedəndən sonra aşı çəkir, gətir stolun üstünə qoyur, stolu rahatlayır. Keçmişdə kimi evlərində çoxlu adam var kimi ona deyir, buradan keç, oradan keç, buradan əyləşin. Belə danışa-danışa da öz-özünə deyir ki, deyəsən mənim başım xarab olur, gülür. Elə bu məqamda qapı döyülür. Həmidə xala məhətdən qalır, qapını açır, bir eynəkli kişi görür. Bu eynəkli kişi telegram gətiribdir. Bu kişinin adı Paştalyon Bəşir deyirlər. Bu kişiyə son telegramı gətirib, yox, bir telegramda qalıbdır. İş üstündədir. Həmidə xala onu dəvət edir ki, gəl bir stəkan çay. Deyir, yox, iş başlayım, deyir, nə olan şeydir, sən də nə öyrəsin, gəl bir stəkan çay içdən. O çay içməyə oturanda görür ki, süfrə var, amma süfrənin başında adam yox. Burada onların arasında bir söhbət açılır. Deyir ki, bəs heç kəs yoxdur, hardadılar falan. Deyir ki, hərə öz kişinin dalındadır və eynəkli kişinin dərdi açılır. Nə dərdi açılır? Bu, onun da uşaqları hamısını oxudub, böyüdüb, hərəsi bir yerdədir, heç biri yanında deyil. Və ata övladlarından incik. Və bu gerçəkliyi, reallığa eynəkli kişinin bir negativ baxışı var. Deyir ki, uşaqlar belə olur. Ümumiyyətlə, bugünkü gənclər az qala belə deyir ki, yaramır. Küçədə də gördüm, veyil-veyil gəzən cavanlar falan. Həmidə xala ona qarşıdır. Deyir ki, sən niyə belə deyirsən, niyə düşünürsən? Mənim övladlarım bədcins zad deyil. Mənim övladlarım yaxşı övladlardır. Deyirlər ki, yaxşı övladlarlarsa, bəs hardadılar? Heç biri yoxdur yanında. Deyirlər ki, hərəsi bir yerlədir də.
olan öz işinin, gücünün dalından deyir ki, yox, hamısı belə, hamısı nankorlar. Həmidə xala qətiyyən bu şeyə yəni qol qoya bilmir, razı ola bilmir. Deyir ki, əşyoğlu sən niyə belə danışırsan ki? Uşaqdır da, hamısı məni sayır da, getmə deseydim, getməzdilər, hamısı yanımda olardılar. Nəhri kişi də ay hay deyib, deyir ki, Həmidə xalaya bax, bilirsən nədir, adam qocalanda adam bir dənə dost olur. Deyir, radio qəbul edicisini göstər, o televizoru göstər. O televizor yox idi. Deyirdi ki, ondan bəh yapış. Axırda sən qalan o qalacaq. Televizor da göstər. Deyir ki, sadəcə orada həm radio var, həm televizor. Deyir ki, o televizor qalacaqsa, o dur deyir, onu otur qabağında. Qocalanda adama bu qalır. Əgər deyir, belə olmasa, sən deyir, mənə telefon bəşir yox, boş bəşir deyərsən. Onda da, daha doğrusu, paştolyon bəşir yox, telefon bəşir deyərsən. Hətta gedəndə Həmidə xala acıqla onun arxasından deyir ki, yox, düz demirsən, paştolyon yox, telefon bəşir. Yəni, mən heyl eləməyəcəm. Amma sonra məlum olur ki, həqiqətən Həmidə xala televizordan, radio ilə baş-başa qalır. Amma televizorla, radio ilə baş-başa qalsa da, sadəcə düşüncəsi odur, deyil. Düzdür, hələ burada Həmidə xala məlumat 09-a yığır, rəng edir, onlarla bayramlaşır. O tərəfdəki qadın da elə bilir ki, rəfiqələrindən biridir. Nəsə, axırda biləndə ki, tamam heç tanımadığı bir adamdır, onda acığı tutun, deyir ki, xətti məşğul edilməyib, hələ yeni yer qalmıyor. Yeni il gəlməyib, Həmidə xala da gülür, dəstəyi qoyur və Həmidə xalanın yaddan düşür ki, Qəzənfərin səs yazısına qulaq gedir, maqnitofonu gətirir, kaseti qoyur maqnitofona və Qəzənfərin səsinə qulaq asmağa başlayır. Bu yerdə onu deyim ki, biz Həmidə xalanın belə pozitiv, övladlarını başa düşən ana olmasında Qəzənfərin rolunu görürük. Mən həmin hissəni deyir ki, bir gün mən öləcəyəm, o elə deyəndə, Həmidə xala orada səs yazısında da onları düşübdür. Əvvəlcə uşaqlara deyir ki, əvəz bir söz deyim, burada danışın, səsiz düşsün, bu deyir ki, nə deyim, o deyim. Axırda Qəzənfər özü deyir ki, yaxşı, danış deyirsən, danışım da, mən nə şairəm, nə də filosof. Adi fəhlə babayam. Ancaq indi bir-iki kəlmə söz demək istəyirəm. Öskürür, tutulur, bax, yenə deyirəm, mən adi bir adamam. Elə bilməyin ki, çox dərin danışmaq, filosofluq etmək istəyirəm. Qəzənfərin monoloqu başlayanda səhnədə işıqlar yavaş-yavaş azalır, sönür. İndi qaranlıq səhnədə yalnız Qəzənfərin divardakı şəkli işıqlandırılır. Bir də maqnitofonun yanında oturub qulaq asan Həmidə xala. Qəzənfərin səsi davam edir. Özümə görə adım sanım da var. 5 kişinin içində hörmətim də olur. Həyatda təcrübəm də çox olur. Dünyanın, necə deyərlər, hər üzünü görmüşəm. Görürsünüz, nə ədəbi cümlələr qururam. Bir gün gələcək mən olmayacaq. Həmdənin səsi maqnitofonda işləyir. Bəsdir, yenə sən Allah, sənsiz bizim bir günümüz olmasın. Uşaqların səs-küyü, bəsdir, Həmidə səhnədə. O vaxt bu sözlər nə qədər təbii, Qəzənfər, bizə nə qədər doğru, düz gəlir. Və indi bu Qəzənfərin nitqi ki var. Biz görürük ki, onun nitqini Həmidə xalaya gerçəkdən təsir edib. Bu 11 ildə onun həyat devzi, həyata baxışı olub. Həmin hissəni oxuyuram, zaten burada siz də ekranda görürsünüz. Deyir, yaxşı ay arvad, 40-50 ildən sonra, yəni 40-50 ildən sonra mən olmayacağam. Qulaq asın, bir gün olacaq mən olmayacağam. Bax, sənə bircə əmanətim bu uşaqlardır. Ömür vəfa eləsə, hamısını özüm böyüdüb başa çatdıracağam. Yoxsa yox, işdir. Onda bax, bunları sənə tapşırıram. Demirəm ki, hamısına ali təhsil ver. Demirəm ki, hamısını doktor elə, injiner elə. Amma adam olsunlar, yaxşı adam olsunlar. Sonra Həmidə bir gün gələcək, hamısı böyüyəcək, boya başa çatacaq. Və yuvasından qanadlanan quşlar kimi bir-bir uçub gedəcəklər. Bax, onda onlara vəfasız demə, ha. Onu bil ki, hara getsələr, hansı ailəyə düşsələr, hansı mühitə düşsələr, səndən və məndən nəysə aparacaqlar. Necə ki, biz də bir-birimizlə görüşəndə hərəmiz öz ata-babalarımızdan nəysə gətirmişdik. Deyəcəksən ki, Qəzənfər yenə filosofluq edir. Qəzənfər yenə filosofluq edir. Amma bax, mən vallah belə fikirləşirəm. Adamlar hamısı nəsil-nəsil bir-birinə bir şey verirlər.
O iş ki biri başlayır amma qurtara bilmir. O iş bitmir, batmır, sonraki nəslə qalır. O işi sonra gələnlər, o işi sonra gələnlər tamamlayırlar. Dünyada heç nə etmir, batmır. Heç kəs ölmür. Yaxşı da, pis də keçir, nəsildən nəslə keçir. Biz həmi də, mən biləni yaxşı yaşamışıq. Əlimizin zəhməti ilə çörək qazanmışıq. Qoy bizim həyatımızda yaxşı nə olubsa, uşaqlarımız özləri ilə öz təzə həyatlarına, təzə nəsillərə aparsınlar. Həyat da elə budur da. Nə yaxşı. Görək necə yazıb. Lentin də lap axırıdır. Demək, əsərin ideyası məhz burada açılır. Demək, həyata pozitiv baxmaq, həyata olumlu yanaşmaq, övladları sənə qulluq edəcək, sənə xidmət edəcək, sənin arzularınla, xəyallarınla oturub duracaq şəxslər kimi görməmək lazım. Hər kəs öz həyatını yaşayır. Hər kəs gələcəyə baxır. Gənc nəsil, uşaqlar, övladlar atasının, anasının gözü ilə baxmır həyata. Onların həyata öz baxışları var. Hər yaşlı nəslin borcu gənc nəslin, yəni övladlarının həyatına işıq salmaq. Onları quş kimi qanadları bərkiyib uçmaq istəyəndə onları uçurmaq. Biz təbiətin bu deyək ki, doğal, təbii halından ibrət götürməliyik. Heç bir ana quş balasını çıxarandan sonra yanında saxlamır. Onlar həminlə uçurur, daha onlar özlərindən yuva qururlar, heç o analarını axtarmırlar, atalarını axtarmırlar. Düzdür, övladın atasını, anasını axtarmaq, ona sayğı ilə yanaşmaq borcudur. Amma ata-ananın borcu deyil ki, ata-ananın bu haqqı deyil ki, övladlarını həmişə ayağına bağlasın. Övladlarını öz arzularını çiçəkləndirəcək, yaşayacaq adamlar eləsin. Yoxsa o uşaqlar robot kimi olar ki, atasının, anasının xəyallarını yaşatsalar. Bax, mən məhz Həmidə xala yaşında, bir müəlliməm, bir atayam. Övladlarım da hərəsi öz xəyallarının, arzularının arxasındadır. Biz də nə qədər onların həyat yoluna işıq tuta biləriksə tutarıq. Amma yoxsa onları özümüzə bağlamaq, özümüzdən asılı eləmək, öz arzu və xəyallarımızı həyata keçirməsinə, bizim arzu və xəyallarımızın həyata keçirilməsinə çalışmaq. Belə bir niyyətimiz yoxdur və olmamalı. Həmidə xala, Qəzənfər kişi, yəni əslində mən deyirəm Həmidə xala, yox Həmidə və Qəzənfər deyim, çünki onlar məndən yaşlı adamlardır. Onların fikir və düşüncələri çox haqlıdır, çox doğmadır mənim üçün. Onlar çox haqlıdırlar, mənim üçün də çox doğmadır. Elə mən özüm də övladlarımı uçurmuşam, öz həyatlarını yaşayırlar. Nə qədər dəstək ola biləriksə, dəstək olarıq, amma onlar bizim həyatdakı xəyal və arzularımızı həyata keçirəcək adamlar deyirlər. Onların öz həyatları, öz xəyalları var. Bu cür yanaşa bilmək və bu əsər çoxdan yazılıb, yarım əsrdən çoxdur yazılıb və bu gerçəkdən dəyərli, qiymətli bir əsərdir. Hələ o dövrdə yazsalar, Allah ömür versin, yazsalar hələ o dövrdə bizim mentalımızda ki, bu əskikliyi, yəni Paşdalyon Bəşirin düşüncə tərzini bir şirin dildən tənqid edib. Yəni, Həmidə xalanın gözü ilə. Əslində, tənqid eləməyib. Burada yazıcı, deyək ki, İsmail Şıxlı kimi deyim, Shakespeare kimi deyim, heç kəsi ittiham eləməyib. Heç kəsi mühakimə eləmir yazıcı. Yazıcı bizim mühakiməmizə buraxır hər şey. Və mən indi deyək ki, bir tənqidçi kimi, bir müəllim kimi deyirəm ki, yazıcı özü də haradasa Həmidə xalanın tərəfindədir və biz bu müsbət obrazın qarşısında həqiqətən adam baş əymək istəyir. Onun xoşbəxt övladlar böyütdüyünü, övladlarının xoşbəxtliyi üçün müqəddəs bir ana kimi. Yəni, bu məqamda o əsl anadır, müqəddəs anadır. Onların səadəti üçün hər şey edir. 10 adamlıq, 15 adamlıq plov bişirmiş ana hər bir övladının o uçmaq istədiyi yerə uçmasına razılıq verir, məmnuniyyət yaşayır və onunla xoşbəxt olur. Əsər Vaqifin yuxudan ayılması ilə bitir. Vaqif ayılmış olur, demək, Qəzənfərin səsi kəsilən kimi o ağlayır. Ağlayan kimi tez Həmidə xala yürür uşağı, sakitləşdirir, ona layla çalır. Hətta belə bir özünə təsəlli verən söz də deyir ki, sən də babanı dinləyirdin, eləmi? İndi bir də böyüyəndə ağlın kəsində bir də dinləyərsən. Diqqətinizə görə təşəkkür edirəm. Əgər sizə bir faydam toxundusa, əsərin
anlaşılmasında, ideyasında, məzmununun mənimsənilməsində bir faydam toxundusa, mənim üçün nə mutlu.